Xanımlar, nəmləndirici alanda nəyə fikir vermək lazımdır? Yəni hardan bilək ki, bizim dərimizə uyğun olan nəmləndirici budur? Hə, ekrandakı ürəyi qızardınız, sizin dərinizə uyğun nəmləndiricini bir yerdə seçək. Bir şeyi nəzərinizə çatdırım ki, nəmləndirici alarkən, istifadə eləyərkən onun tərkibində hyaluron asitin olmasına mütləq fikir verin. Çünki hyaluron asit özündən 1000 dəfə daha artıq su tutumuna malikdir və dərinin mükəmməl nəmləndirmə kimi bir effekti var. Hə, hansı hyaluron asit tərkibli kremlər və yaxud serumlar deyirsəm, onu sizə göstərim. Soskun hyaluron asit serumu. Deməli, bu serumu gündə 2 dəfə səhər axşam üzə tətbiq elədiyin zaman dərini mükəmməl nəmləndirir və elastik bariyeri bərpa edir. Yəni, dəridə kollagen sintezini artırır, dərinin ətraf mühitin verə biləcəyi bütün növ zərərlərdən, çirkli havadan, günəşdən, soyuqdan, hər zərərdən qoruyur. Üstəlik, ikili nəmləndirici təsiri var. Yəni, həm üst səthini nəmləndirir, həm də dərinin dərinliklərindəki dəri qatlarını nəmləndirərək dəriyə mükəmməl parlaqlıq, gözə çapımlılıq və elastikliyi verir. Bu da minik qırışların, belə qırışların yox, qocalığı bəlli eləyən minik qırışların yavaş-yavaş tədricən itməsini şərait yaradır. Soskun serumu videonun altında qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb və yaxud da mənim özümlə əlaqə saxlayıb əldə edə bilərsiniz. Soskun bir brenddir və dünyada 30 ildən çoxdur ki, fəaliyyət göstərir, tanınır, məşhurların istifadə etdiyi bir brenddir və Azərbaycanda ilk birliklərin qeyd etdikləri üçün bütün növ məhsullarına 20%-dən 80%-ə qədər endirim qoyublar və Soskun serumunun qiyməti 40 manatdır. Əldə eləməyə tələsməyin.